Suresi 29. ayda buyurur ki İnnellezine yetlûne kitaballah ve aqâmussalâh ve enfekû mimmâ razaqnâhum sirran ve alâniyeten yercûne ticareten len tebûr. O kəslər ki Allah'ın kitabını oxuyurlar, namaz qılırlar və onlara verdiyimiz ruzudan gizlin və aşkar xəziyirlər. Onlar elə bir ticarətə ümid edirlər ki, o ticarət heç vaxt puça çıxmayacaq. Allah vəd verir, baxın. Kim Allah üçün salih əməllər etsə, Allah'ın boşa çıxartmayacaq. Allah təala deyir ki, "Mən cəə bil həsənəti fələhu əşru əmsəliha." Kim huzurumuza bir dənə salih əməllə gəlsə, 10 misli veriləcək ona. 10 misli. 10 dənə. Bir dənə eləsən 10. Kifayətdir ki, bugün Muhammed sallallahu aleyhi ve sellemə salavat deyirsən bir dənə, nə qədər əvəzin verir Allah təala? 10 dənə. Çünki Muhammed sallallahu aleyhi ve sellem deyir ki, "Mən sallə aleyyə salatın sallallahu aleyhə biha aşra." Kim mənə bir salavat göndərsə, Allah ona 10 salavat deyəcək, 10 xeyir dua verəcək Allah təala. 1'ə 10. Ondan da əlavəsi. Buyurur ki, Allahla ticarəti elə bir ticarət edirlər ki, onlar kitab oxuyanlar, namaz qılanlar, zəkat verən, sədəqə verən, yardım edənlər, onlar elə bir ticarəti ümid edirlər ki, heç vaxt puç olmayacaq. Bu dünyada ticarət ola bilər, bəzən alınır, bəzən alınmır. Bəzən insan varlı olur, bəzən ticarəti müflis olur, insan kasıblayır. Amma Allahla elədir ki, oxuduğun Quran əvəzi var. Qıldığın namaz əvəzi var. Qıldığın namazdan soruşulacaqsan qiyamət günü. İlk soruşulan sonra namaz. Qılmısan yoxsa. Verdiyin sədəqə, zəkat, kömək elədiyin kasıblar, xəstələr, zəif insanlar. Allah hamısının əvəzini verəcək. Allah təala deyir ki, "İnnellezîne âmenû ve amilussâlihat innâ lâ nudî'u ecra men ahsana amela." O kəslər ki, iman gətirsələr, salih əməllər etsələr, onların etdiyi salih əməlləri heç vaxt boşa çıxarmarıq, puç eləmərik. Əvəzini verəcək Allah təala. Hətta müttəqilər, Allahdan qorxanlar, Allaha ibadət edənlər, gizlin, aşkar, onlara Allah təala qiyamət günü üzü gətirəcək. İnnellezîne âmenû ve amilussâlihat. Allah təala buyurur ki, o gün biz yevme nehşeru muttaqîne iler-rahmâni vefden. O gün müttəqiləri mərhəmətli Allah'ın qarşısına hörmətli nümayəndələr kimi gətirəcək. Mərhəmətli Allah'ın qarşısına gələcək. Hörmətli adamlar, hörmətsizlər də olacaq. Namazı qılmayanlar, Ramazanda oruç tutmayanlar, tövhidi yaşamayanlar, Allah'a şirk qoşanlar, bidət edənlər, küfr edənlər, peyğəmbərlərə qarşı çıxanlar, hamısını Allah da necə gətirəcək? Hörmətsiz kimi. Lakin bir dənə nə olacaq? Səcdə eləməyi istəyəcəklər onlar. Allah'tan səcdə eləməyi istəyəcəklər. Allah icazə verməyəcək. Beli əyən Allah'dır. Allah da düz saxlayacaq. Elhamdülillah Allah Teala bizə nəsib edib namaz qılmağı, salih əməllər, böyük nemətdir. Allah Teala buyurur ki, o kəslər ki, Allah'ın kitabını oxuyarlar. Dəyərli qardaşlar, Ramazan gəlir, qabaqdan kim oxuya bilmirsə öyrənsin. 28 dənə hərfdir. 1, 2, 3, 4, 28 hərfdir. 28 hərfi öyrənsək, böyük bir savab. Bir hərfə nə qədər savabdır? Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Mən ara harfan min kitabillah fələhu bihi həsənə. Kim Allah'ın kitabından bir hərf oxusa, 10 dənə və ona bir savab var. Vəl həsənətu aşru əmsəliha. Bir savab da ona bərabərdir. Yəni bir hərif 10 hərifidir. Bir savab 10 savabdır. Sonra deyir ki, mən demirəm, əliflər min hərifdir. Hərəsi bir hərifdir deyirəm. Hər bir hərif 10 dənə savab. Vallahi, özümüzü məhrum eləməyək. Bacarırıqsa gözəl, artıraq. Bacarmırıqsa, Allah'ın izini çalışaq Ramazana qədər öyrənək. İndi hansıdır Şaban? Şaban ayı. Əzəmətli aydır. Bu aydan da istifadə eləmək lazımdır. Yəni, hansı ay üçün? Ramazan üçün hazırlaşmalıyıq. Ən gözəl hazırlaşacağımız əməllərdən biri elə Allah'ın kitabıdır. Vallahi dünyada ən böyük neymət Allah'a ibadət eləməkdir. Və Allah'a yaxınlaşmaq üçün ən əzəmətli ibadətlərdən elm-əhli deyir, Allah'ın kitabıdır, Quran-ı Kərimi oxumaq. Elə bir salih əməl tapa bilməzsən ki, Quran-ı Kərimlə Allah'a yaxınlaşdığın kimi səni Allah'a yaxınlaşdırsın. Çünki Allah'ın kəlamıdır, onu danışıb.
Danışdığı kəlamla elə ona yaxınlaşırsan. Ən əzəmətli ibadətdir. İndiyə qədər nə qədər oxumamışıq, özümüzü məhrum eləmişik. Oxuyaq hamımız, öyrənək, öyrədək. Peyğəmbər sallallahu aleyhi ve sellem ən xeyirli olmağımızı bu kitaba bağlayır. Deyir ki, xayrukum mən təəlləməl Qur'an və əlləmə. Ən xeyirli biz Qur'anı öyrənən sonra öyrənən. Ailəyə öyrədirsən, üzrsən həyat yoldaşına, evlada, nəvəyə, qohuma, qardaşa, anaya, kimə öyrədirsən, qardaşlara, kimə, qohumlara öyrədirsən, ən xeyirli adamsan. Niyə görə? Peyğəmbər deyir, Muhammed sallallahu aleyhi ve sellem, Qur'anı öyrən, özün oxu, sonra başqalarını öyrən, oldu sən xeyirli adam. Sonra burada Allah Teala buyurur ki, namaz qılarlar. Namaz Allah'ın əmridir. Namaz qılarlar, lakin burada əqamə sözüdür. Allah Teala əqimu salə, namazı qılın, yəni əda edin. Namaz qılan çoxdur. O namaz qılanların bəziləri namazın dəst namazına fikir vermir. Namazın vaxtına fikir vermir. Namazın rukusuna, səcdəsinə fikir vermir. Necə deyir rivayətdə? Qarğa kimi. Bu namaz deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem bir kişini görür, namaz qılır. Namazın içində namazın rukunu olan bir əməl var, rahatlıq. Yəni əzaların yerinə oturması, getdir rukuya, əza oturmalıdır. Sürsümü yəni necə deyirlər, oynaqlar bir-birinə oturmalıdır. Rahatlaşmalısan. Məsələn, rukudasan, sonra qalxmalısan. Getdin, qalxdın, belə deyil. Belə bir kişini görür, deyir, get namazı təzdən qıl. Gedir, qılır, gəlir, deyir, get təzdən qıl. 3 dəfə bu hadisə təkrar oldu. Deyir ki, ya Rasulallah, sənə haqqıyla göndərən Allah'ın olsun, bundan yaxşı bazarmı? Onda sən mənə öyrədin. Peyğəmbər sallallahu aleyhi ve sellem ona öyrədir namazı necə qılmalıdır. Və ona öyrədir ki, namazı qılanda təmkinli ol. Namazın rukunlarını, ərkanlarını tələsərək yerinə yetirmə. Rahat namaz qıl. Əzaların, oynaqların yerinə otursun. Həmçin namazı əda eləməyə daxildir. Namazın vaxtının girməsi, dəst namazda olmaq, qibləyə yönəlmək. Sallu kəmə rəaytumunu salli. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, namazı mən necə qılmışam? Bax, siz də elə qılın. Ən gözəl namaz qılan kimdir? Muhammed sallallahu aleyhi ve sellem, sonra ona oxşayanlar. Namaz əzəmətli ibadətdir. Namaz yeganə ibadətdir ki, harada Allah Teala onu nazil edir? Səmada, yəni Miracda. Bütün ibadətlər yerdən nazil olur. Göydən gəlib Muhammed sallallahu aleyhi ve sellem. Amma bir dənə namaz dışı Muhammed sallallahu aleyhi ve sellem Miraca qalxanda dəyərli qardaşlar, özü qalxıb, ruhu yox. Bəzilər deyirlər ki, Muhammed sallallahu aleyhi ve sellem Miraca qalxanda bütün cəsədi deyil, ruhu qalxmışdır. Yox, bu səhvdir. Bütün özü. Muhammed sallallahu aleyhi ve sellem ruh və bədənlə. Çünki Allah Teala Quranda elə bir kəlmə deyib ki, o kəlmə iki şey əhatə eləyir, ruhu və cəsədi. Allah Teala deyir ki, Subhanəl-ləzi əsra bi-abdihi əl-əyə. Paş və müqəddəsdir o Allah ki, öz qulunu gecə ilə apardı. Məscid-ül Aqsa oradan da meyranacaq. Qul deyir. Alimlər deyirlər ki, qul iki şeydən ibarətdir. Ruhdan və cəsəddən. Bu da elə fayda olsun. Qul iki şeydən ibarət. Ruh və cəsəddən. Və Allah Teala abdihi deyir, qulum deyir. Bütün cəsədi ilə onu aparıb, orada ona 5 vaxt namazı fərz eləyib, baxmayaraq ki, birinci 50-dir, sonra saldı 5-ə. Əməldə 5 qalıb, savabda nəsədir? 50. Əlhamdülillah, özümüzü məhrum eləməyək. Namaz qılmırsa, namaz qılmağı öyrən. Nə qədər yəni? Yaşdaşın, belə olsan, elə olsun. Bilmirsən də harada necə öləcəksən. Allah Teala deyir ki, وَمَا تَدْرِ نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا. Məsələn, maşallah qardaşlar tezahür etsinlər. Sabah nə qazanacağımızı bilirik. Yox. Deyir, sabah nə qazanacağımızı bilmirsən. وَمَا تَدْرِ نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ. Heç bir nəfs bilmə harada necə öləcək. Bilmirsən axı. Ölümü bilsəydin, sabah nə qazanacağımı bilsəydin, neçə il, neçə ay, neçə gün, neçə həftə, neçə saniyə yaşayacağımı bilsəydin, onda bir hikmət olmazdı. Elə Allahın hikmətidir ki, səndən ölümü gizlədib, sən necə aparacaqsan özünü. Mən namazı qıl, tövbə elə. Bəzi adamlar deyir ki, mən namaz qılmaq ki, birdən ataram. Birinci daha qorxuludur, qılmamalı. Birinci daha qorxuludur. Sən namaza başlasan, ixlaslı olsan, doğru düzgün namaz qılsan, dəst namaz, namaza fikir versən, vaxtına fikir versən, məsciddə cəmaatla qılsan, cüməyə getsən, düzgün namaz qılsan, narahat olma. Allah xəbər verib ki, namaz səni qoruyacaq. İnnə salət, Allah təala deyir ki, İnnə salətə kənə tənhə anil fəhşai vəl munkar. Namaz insanı pis, murdan əməllərdən çəkindirir. Hansı adam? O adam ki, namazı düzgündür. Adam var ki, məsələn, namaz qılır, hər şey deyir.
Namazı problemdir. Düz namaz qılmır. Dəst namazı düz deyil. Vaxtlarına fikir vermir. Namazı rahat qılmır. O adam ola bilər ki, nəsə eləsin. Amma sən düzgün namaz qılsan, doğru namaz qılsan, o səni çəkindirəcək. Çünki Allah Teala elə edib ki, bu namaz insanı təmizləyir. Allah Teala əmr edir ki, namazı nə vaxta qədər qıl? وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ. Ölüm sənə gələnə qədər Allah'a ibadət. Yəqinlik deyir orada. Yəqinlik alimlər deyir ki, ölüm. Ölənə qədər ibadətdə olmaq lazımdır. Yəni, müsəlman nə eləməlidir, qardaşlar? Müsəlman fikirləşməlidir ki, necə deyirlər, nə eləyim, necə eləyim, nə təriliyim ki, öləndə mən ibadət əhli kimi ölüm. İslamın üzərində olum, müsəlman olum, tövhid ilə Allahla qarşılaşım. Allah Teala deyir ki, Allah özünə şirk qoşağı bağışlamayacaq. Ondan aşağı, daha kiçik günahlara bağışlayacaq. Müsəlman düşünməlidir ki, ya Rab, mən tövhid üzərində ölüm. Oturanda şirk qoşmasan, duranda şirk qoşmasan, əməlində şirk qoşmasan, Allaha Allah səni bağışlayacaq. Şu vəd verir. Sonra burada Allah Teala deyir ki, Allahın onlara verdiyi ruzuda gizli başqa xərcləyərlər. Allah Teala sevir. Nəyi? Xərcləməyi. Aqimus salə və ətuz zəkə. Namaz qılın, zəkat verin. Kimin malı zəkata düşürsə, vallahi versin. Allah Teala zəkat sözünün lüğəti mənası ən-nəmə demək. Nəmə nə deməkdir? Nəmə ziyədir. Yəni, artmaq, əlavə olmaq. Verirsən, Allah Teala artırır, əlavə edir. Və zəkat da əzəmətli ibadətlərdəndir. Peyğəmbər sallallahu aleyhi ve sellem dünyasını dəyişəndən sonra zəkatı verməkdən üz döndərənlər var idi, deyirlər ki, biz zəkatı Allah Muhammədə demişdi sallallahu aleyhi ve sellem. O öldü da zəkat da qutardı. Abu Bakır'dı ki, yox. Döyüşəcəm onlarla nə qədər ta ki, onlar Peyğəmbər sallallahu aleyhi ve sellemə verdiyi zəkatı bərpa edənəkdir. Zəkat əzəmətli ibadətdir, zəkat Allahın əmridir. Həmçin zəkat nədir? Kasıbın varlıda olan haqqıdır. O zaman ki, Muhammed sallallahu aleyhi ve sellem, o da alimlər deyirlər ki, o zəkat verən, sədəqə verən insan var, ha. O zəkat, sədəqə verən insanın kimə ki verir, onun zəkata, sədəqə ehtiyacı olduğundan da daha çox bunun ehtiyacı var ki, onu versin, özünü xilas eləsin. Özünü Allahın odundan xilas eləsin, özünü təmizləsin. Çünki Allah Teala zəkatdan danışandır, onların mallarından zəkatı götür. Niyə? Onları təmizlə. Təmizləmək var. Səni təmizləyir, malını təmizləyir, əlavə edir, artırır. Həmçinin Allah Teala vacib bir haqq qoyur. Kimin malı zəkata düşürsə, vermirsə, nə qədər ki onda qalacaq, gedir həmin kasıba satana qədər günah daşıyır. Kimin malı zəkata düşürsə, vermirsə, günah daşıyır, gedib ona satana qədər, verənə qədər. Ona görə də zəkat əzəmətli ibadətlərdən də Allah Teala hamımıza bu ibadətləri nəsib eləsin. Peyğəmbər sallallahu aleyhi ve sellem Muazı göndərəndə Yəmənə, orada nə deyir? Deyir ki, وَأَخْبِرُهُمْ onlara xəbər ver, şəhadəti öyrət, namazı öyrət. Bunları qəbul edəndən sonra onlara xəbər ver ki, Allah onların mallarında kasıblar üçün vacib bir haqq qoyub. Amma yenə orada Allah Teala zəkat verən adamların özlərini də fikirləşib, özlərini də qeyd edib ki, bax, mallarından yaxşısını götürmə. Orta. Sən bir adam qoyundan zəkat verirsə, nə ən yaxşısı, nə də ən zəifi. Hansını verir? Orta olanı basar. Orada Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, وَاتَّقِي دَعْوَةَ الْمَظْلُمِ bax, məzlumun duasından qorx, bəd duasından. فَإِنَّهَا لَيْسَ بَيْنَهَا وَبَيْنَ اللّٰهِ حِجَابٍ Allahla onun arasında icab yoxdur. Bəd dua eləsə Allah Teala səni məhv edir. Onlar kim idi? Əhli kitab kafirlər idi. Kafirə belə zülm eləsən, Allaha bəd dua eləsə, sən Allah Teala'nın duasını qəbul edəcək. Əlhəmdülillah, namaz əzəmətli ibadət olduğu kimi zəkat əzəmətli ibadətdir. Allah Teala bütün müsəlmanlara xeyirli ruzu versin, Allah müsəlmanlara yardım eləsin. Lakin necə? Gizlin və aşkar. Gizlin vermək yaxşıdır, ehtiyacla da aşkar verirsən. Xüsusən sədəqəni. Sonra buradadır ki, onlar elə bir ticarətə ümid edirlər ki, bu əməlləri ilə. O ticarət heç vaxt pus olmayacaq. Sonra Allah Teala belə adamların mükafatından danışır. İnşallah bunu da eləyək kifayətlənək. Buyurur ki, Allah Teala لِيُوَفِّيَهُمْ اُجُورَهُمْ onların əcirlərini vəfa edib verəcək. Nəyə görə?
kitab oxuduqlarına görə, namaz qıldıqlarına görə, bəli. Zəkat verdiklərinə görə gizlin və aşkar, Allah onların mükafatlarını verəcək və yəzidəhum min fadlihi. Bir dənə də əlavə öz lütfündən onlar üçün artıracaq. İnnəhu qafurun şəkurun. Çünki o, bağışlayanda şəkurdur. Şəkur yəni şükrün əvəzini verəndir. Etdikləri o əməllərin əvəzini onlara mütləq verəcək. Allahdan istəyir ki, Allah Teala bizi sabit etsin. Allah Teala bizi ölənə qədər namaz qılanlardan etsin. Allah Teala bizi sevib, seçdiyi, razı qaldığı qullarından etsin. Bütün xeyirlər Allahdandır. Bu əməllər əzəmətli əməllərdir, əzəmətli ibadətlərdir. Şükür Allah, Allah Teala indi bəziləri nəsib edib, bizə hamımız yaşayırıq, əlhamdülillah. Qabaqda Ramazan gəlib, ən əfsəllərindən Qurandır. Quran oxumağı öyrənək. Görürsən, nə qədər qardaş var ki, eşidirlər, dinləyirlər, hər dəfə görürsən, fərq yox. Ged öyrən. Oxuya bilmirsən, öyrən. Özü məhrum eləmədən. Böyük savabdır, vallahi. Böyük. O bir adamın malı yoxdur, sədəqə də verir, zəkat da verir, əlhamdülillah. Normaldır. Allah da verir ya vermir. Amma sahabelə gəlib nə deyirlər? Deyirlər ki, ya Rasulullah, bizim varlı qardaşlarımız var, imkanlılar. Onlar bizdən çox savabla sağlar. Ki versən, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Əvəleysə Allahu qad cə'lə lakum ma tasaddaqun." Bəyəm Allah Teala sizin üçün sədaqə eləməyə heç nə qoymuyor, heç nə sizə verməyib. İnnə bi kulli təsbihatin sadaqa. Hər subhanallah sədaqədir. Və bi kulli təkbiratin sadaqa. Allahu akbar sədaqədir. Və bi kulli təhmidətin sadaqa. Elhamdülillah sədaqədir. Və bi kulli təhlilətin la ilahe illallah sədaqədir. Hamısı sədaqədir, ver də sədaqə. Subhanallah, elhamdülillah. Allahu akbar, la ilahe illallah, la havle və la quvvətə illə billah. İki kəlmə var ki, sevimlidir. Kimə? Allaha. Dilə də yüngüllü, tərəzdə də ağırdır. Sən elə bir dənə kəlmə istəyirsən ki, o kəlmə rahat olsun hər cəhətdən. Dilin çox rahat, tərəzini ağırlaşdırsın, Rəbbiyi də razı salsın. Subhanallah və bihamdi, Subhanallahil azim. Ver də sədaqələrdir, ver getsin. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Subhanallah və bihamdi, təmləən mə beynə səmai və ard. Bu iki kəlmə yerlə göyün arasını doldurur. Əzəmətinə var. Zinət haşirində. Bəli, bəli, bəli. Ona görə əlhamdülillah, kim nəyi bacarmır, o deməyə dil etsən bacarmır. Bacardığı şeyləri də Allah Teala qoyub. Tərəzidə də ağır gəlir. Ağır, ağır bəli. Allah bizi sabit etsin. Amin. Allah bizi məsələ bağışlasın. Bütün xeyirlər Allahdandır, xətalar hər birisi bizim nəfsimizdən və şeytandandır. Aqulu mə səmi'tum və əstəğfirullah li və ləkum və lisəl müslimin min kulli zənb fəstəğfiruhu innehu huvel gafurur rahim. Allah razı olsun.